Biz adətən andları qiymətli bir şeyə and içirik də, səmimi etiraf eləyək. Məsələn, and ola Qurana, and ola imama, and ola məsələn Peyğəmbərə, canım haqqı, əziz canımız, biraz istəyirəm o leksikonumuzda olan o xalq dilində olan o andlarımızdan ki, insanın öz canından əziz olan, istər ata and olsun, ana and olsun, bəzən görürsən övlad andı, böyüklərimdən üzr istəyirəm, bəzən onu da aşır. Düzdür, bu söz biraz o qədər xoş qəbul olunmasa da, bəzən tərəfi inandırmaq üçün o ana gəlir çatır ki, deyir and olsun balamın əziz canına. Məsələn, bəzən də çox ciddi mühüm məsələ olsa, deyir and ola balamın ölmüşünə. Yəni, candan artıq insan nəyə də keçir? Bu andları biz səmimi etiraf eləyək ki, elə hər xırda bir məsələ üçün and içmirik. Bəzən eləsi olur ki, bir ömür nə atıya, nə anıya, nə məsələn balıya, övlada and içmirik. Yəni, mən çevrəmdə belə tanıdığım insanlar da var.